Davranış iqtisadiyyatının tərifi budur. Asan, lakonik. Bunlar deyir ki, bunlar psixoloqlardılar. Bunlar deyir ki, klassik iqtisadiyyat deyirdi ki, nə Adam Smith tərəfi. bəli, Adam Smithdən başlayan iqtisadiyyat. Bəli. Deyirdi ki, 18-ci əsrin axırlarından başlayıb da millətlərin sərvəti əsəri. Bəli. Klassik iqtisadiyyat deyirdi ki, insanlar qərar verəndə alış-verişdə məntiqlə qərar verirlər. Cost-benefit prinsipi ilə, xərc-fayda prinsipi ilə. Misal üçün, mən gedirəm mağazada 100 manatlıq bir şeyi alıram. Mən fikirləşirəm, mənim 100 manatıma qarşılıq olaraq bunun mənə faydası varmı? 100 manatlıq benefiti varmı? Yəni faydası varmı? Bunu götür-qoy eləyirdim. Ondan sonra qərar verirdim. Buna deyirlər məntiq. Rasionallıq, məntiq. Amma bunlar deyir ki, cənab klassik iqtisadiyyatçılar və yaxud iqtisadçılar, siz səhv buyurursunuz. İnsan məntiqlə qərar vermir. 99% vaxtlarda emosional qərar. Hisslərlə qərar verir. Və yaxud məntiqin özündə səhvlər var. Daniel Kahneman deyir. Maraqlı məsələdir. Heç hiss yoxdur. Məntiqin özündə səhvlər var. Tələlər var. Biz o tələlərə düşürük. Elə bilirik ki, rasional qərar vermişik. Rasional qərar verməmişik amma məntiqlə. Və başlayırlar o tələləri bir-bir izah eləməyə bizə. O tələləri qərar verən biznesmenlər, idarəçilər bilsələr, milyonluq, milyardlıq səhv qərarlardan xilas ola bilərlər. Bu yaxşı bir məsələdir. Sözün açığı. Həvəsləndirdiniz. Bundan qısa tərif olmaz da.